Salamlayırıq sizi, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Bakı Retro FM radiosunu dinləyirsiniz. Vaxt, zaman sənətindir. Sənətinin səsi hazırda efirdədir və sənəti səsi verilişini siz həftə içi 5 gün saat 1-2 arası Mədəniyyət Nazirliyinin təqdimatında Bakı Retro FM-də canlı dinləyirsiniz. Və bütün video buraxılışlarımız isə sonradan Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalında yerləşdirilir. Oradan da bizim söhbətlərimizi, görüşlərimizi, maraqlı diskusiyalarımızı, hətta bəzən əlbəttə ki, xoş xatirələri də yenidən izləmək və zövq almaq şansınız var. bakuretrofm.az saytından isə bizi onlayn da dinləmək mümkündür. İncəsənətin bütün sahələrinə müraciət edirik və bugün də həmçinin aktyorluq sənətindən də danışacağıq dostlar və incəsənətin bu sahəsi aktyorluq, həm bədii filmlər, həm seriallar, həm teatrımız, əlbəttə bütün bunlardan danışacağıq və sözsüz ki, aktyorluq sənətindən danışırıqsa, bu sənətin nümayəndəsi və aktyorluq sənətinin layiqli davamçısı, Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Elşən Rüstəmov bizimlədir. Xoş gəlmisiniz Elşən müəllim. Çox sağ olun, təşəkkür edirəm. Xoşdur sizinlə həm söhbət olmaq bugün Bakı Retro FM-də illər əvvələ nəzər salsaq, əgər retrodursa, əlbəttə biz ötənləri yada salacağıq. Həm bizim, həm sizin bir qədər uşaqlıq illərinizi də yada salacaq. Məsələn, biz Azərbaycanda ilk serial İtkin Gəlinə baxdığımız vaxtı, yəni o serialı biz belə deyək də deməyə bilmərik. Yəni 93-94-cü illər idi. Bəs sizin özünüzün uşaqlıqda baxdığınız filmlər nə, hansı filmlər idi ki, bax bu sahəyə, bu sənəti sizə sevdirdi, o zövq formalaşdı? Çox sağ olun dəvətə görə. Mən bu səsləri Retro FM-i həmişə maşında özüm gedə-gedə eşidirdim. Ay, çox sağ olun. Dinləyirsiniz demək. Özüm bu verilişin qonağı oldum. Təşəkkür edirəm dəvətə görə. Biz təşəkkür edirik. Mən Sovet dövrünün uşağıyam. Və təbii ki, o dövrün filmləri ilə, o dövrün multfilmləri ilə, o dövrün mahnıları ilə, musiqiləri ilə böyümüşəm. Və Sovet dövründə həm Rusiya, həm bizim istehsal olunan filmləri mən izləyirdim və təbii ki, mənim bir aktyor kimi formalaşmağımda bütün bunların belə əsaslı bir işi olub və uşaqlıqdan onlar mənə bu filmlər o qədər təsir elədi ki, uşaqlıqdan mən belə qərara gəldim ki, mən aktyor ola bilərəm, aktyor olmalıyam. Yəni, çünki mən bir neçə dəfə müsahibələrimdə də demişəm ki, çoxu o qəhrəmanlara oxşamaq istəyir. Aktyorların yaratdığı qəhrəmanlara. Mənsə o qəhrəmanın o yaradan insana, o qəhrəmanı yaradan insana yəni müəllifinə mi? Yəni ki, aktyora oxşamaq istəyirdim. Və aktyorluğa olan... Kim idi o məsələn? Bax, həmin o aktyor oxşamaq istədiyiniz illər əvvəl? İnanın ki, bir deyildi. Yəni çoxlu yəni yaxşı filmlərə baxırdımsa, oradakı aktyorlara heyran olurdumsa və mənim bir qədər də o aktyorluq sənətinə yaxınlaşdırırdı. Həm bizim, həm xarici, dəxli yoxdur. Yəni ki, bütün o filmlərə baxaraq, o böyüyərək, əslində mən özüm daha çox musiqi ilə məşğul oldum uşaqlıqda. Yəni ki, təvəzzökarlıqdan uzaq olsa da musiqi istedadım daha çox idi. Yəni musiqi, sanki mən hər hansı bir aləti götürdüm, orada dərhal onu çalırdım, ifa eləyirdim. Nə maraqlı. Hansı musiqi aləti? Gitarada görmüşük sizi indi. Gitarada, amma əvvəl məsəl üçün belə qarmonda olur, sonra nə bilim, gitaranın özündə olur. Bir də yadımdadır ki, hardansa balalayka evimizdə gəlib çıxmışdı. Balalaykanın özündə də ifa edirdim. Yəni musiqiyə deməyiniz, amma dalınca... Amma sonra mənə aktyorluq daha çox özünə cəlb edirdi
və nəhayət ki, mən öz istəyimə nail oldum və aktyor oldum. Bəli. Və bugün əlbəttə həm teatrda, həm kinolarda, filmdə, həm seriallarda sizi görmək mümkündür. Eyni zamanda bugün sənətin səsində sizinlə görüşərək əlbəttə ki, sizin səsiniz də insanlara tanışdı. Yəni səsinizdən də bəlkə də tanıyan olurmu? Çünki həm də dublyajda varsınız, səsləndirmələrdə varsınız. Olur. Təbii ki, dublyaj sənəti ilə də məşğulam. İlk dublyajınız yadınızdadırmı? İlk dublyajım, mənim ilk filmim vardı. Hələ tələbə idim, 2-ci kursda oxuyurdum. Məni baş rola dəvət elədilər. Rejissor Şamil Əliyev, bir də ssenari müəllifi Cəmil Buliyev. Deməli, onların birgə işbirliyi sayəsində belə bir film ərsəyə gəldi və mən də orada baş rolu oynadım. Baş rolu oynayandan sonra o vaxt belə idi ki, çəkilirdin, sonra səsləndirmə olurdu. Mən elə sanki deməli çəkildim və onu sonradan səsləndirdim. Sonradan elə özünüz də səsləndirdiniz. Əgər o baxımdan götürsək, elə o filmdir. Hansı film idi? Etiraf filmi. Etiraf filmi. Etiraf filmi idi. Sonra daha çətin idi. Çəkilib, sonra dublyaj etmək. Bəli, o müəyyən çətinliyi vardı. Çünki mən təcrübəsizdim, bilmirdim səsləndirmə necə olur. Amma özüm oynamışdım deyənə. Artıq bütün o sözləri də bilirdim, özümün əhvalını da bilirdim. Ona görə də səsləndirdim. Sonra ondan sonra mənə Metronun ildönümü idi. Metronun hansısa bir yubileyi idi. Yubileyi idi və o yubileyi ilə bağlı metro haqqında belə bir səsləndirmə oldu. Metronun Azərbaycan metronun yaranması, inkişafı haqqında belə bir. Orada sizin səsiniz dublyaj kimi istifadə olunur. Sonra yavaş-yavaş artıq başladıq. Və bugün kifayət qədər filmlərdə görmək. Ümumiyyətlə dublyajı bugünkü durumu necə sizcə? Qane edirmi? Çünki çox mübahisəli bir Azərbaycanda dublyaj, nə bilim, dublyaj olması Azərbaycan xarici filmlərin, düzdür, artıq kinoteatrlarımıza gedəndə görürsən ki, var bizim aktyorlarımızın da hardasa artıq dublyajı var. Ümumiyyətlə hansı fikirdəsiz bugünkü dublyajın durumu? Şəxsən mən yaxşı fikirdəyəm, optimist fikirdəyəm. Düzdür, təbii ki, nöqsanlar var, amma ümumilikdə götürəndə yaxşıdır. Yəni elə filmlərimiz var ki, hətta xaricdən o filmi biz səsləndiririk, xaricdən bizə təşəkkürnamə gəlir ki, siz bizim filmlərimizi belə yüksək səviyyədə deməli səsləndirdiniz. Müqayisə edirlər, başqa ölkələrdə də səsləndirilib, amma siz daha yaxşı səsləndirin. Belə nümunələr də olur. Daxildə də yəni elə filmlər var ki, doğrudan da mən özüm də baxanda, yəni özüm bu işlə məşğul olduğuma görə demirəm, ümumiyyətlə. Amma siz dediyiniz kimi o nöqsanlar da var. Bəziləri məsəl üçün onlar Azərbaycan dilində dublyajın səslənməsini onlar çox qəribə qəbul edirlər. Bu dublyajə münasibəti yox, bu dilə münasibətdir. Yəni ki, onların dilə münasibəti o qədər də yaxşı olmadığına görə, təbii ki, dublyajə də münasibəti yaxşı deyil. Əslində dublyaj pis deyil. Sadəcə olaraq dilə onun münasibəti pisdir ki, yaxşı deyil. Ona görə də o dublyajı da qatır. Dublyajı da pis kimi qəbul edir. O da ki, Rus filmlərinə biz rusca baxırıq. Alışmışıq artıq, yəni o alışmaqdan asılıdır. Məsələn, görürsən ki, o dublyajda o, üzr istəyirəm ifadəmə görə, o bir səsli köntöy səsə qulaq asmaq istəyir, o yadınızdadırsa belə monoton bir səs rus dilində. Bəli. Ona qulaq asmaq istəyir, amma bizim o 4-5 nəfər tutaq ki, bir neçə nəfərlə o elədiyimiz dublyajı qulaq asmaq istəmir. O köntöy səsə qulaq asmaq istəyir. Yəni bu o deməkdir ki, o dilə daha çox üstünlük verir, nəinki bizim dilə. O rus dilinə daha çox üstünlük verir. Ona görə o dublyaj da, təbii ki, o dublyajı da
sevməyə bilər. Bəlkə də həmin o bax siz söylədisə özünüz də Sovetin dövrün uşağı. Bəlkə də onlar da o dövrün insanlarıdırmı deyə və yaxud da o dövrdə o yayımlanan filmləri ki, çox izləyiblər, artıq alışıblar, öyrəşiblər. Öyrəşməkdən də çox şey asılıdır. Təkcə o dövrün deyil, yəni müasir cavan heç Sovet dövrünü görməyən bu da hardasa dəb halını alıb ki, yəni bildi, bilmədi. Onlara elə gəlir ki, məsələn, Azərbaycan dilindədirsə dublyaj, deməli bu pis olmalıdır. Yəni belə bir yəni o dərəcədə belə bir fikir formalaşdırırlar, təəssüf. Amma elə nümunələr var ki, Azərbaycan dublyajında ki, yəni o bütün bu şeyləri alt-üst eləyir. Bəli. Bəli. Elə bu yaxınlarda elə bizim dövlət televiziyamızda elə türk serialını Azərbaycan dilində, yəni əslində deyir dilimiz də türklərlə çox yaxın, amma türk serialını yayımlanır və Azərbaycan dilində və çox da fərqlilik hiss olunur və istər-istəməz seriallara da baxanlar hardasa belə də orta yaşlı insanlar da baxılır. Yəni onlar da Azərbaycan dil, türk sözlərinin bəzilərini bilməyə bilərlər və bunun da olması məncə yaxşıdır. Ümumiyyətlə dublyaj çox çətin bir peşədir, həm də ki pul istəyən bir peşədir. Yəni xaricdə bu çoxlu pul tələb eləyir dublyajın bizdən müqayisədə ərsəyə gəlməsi üçün. Ona görə də bunun yəni ki dublyaj asan məsələ deyil, yəni bunun saxlanması da asan məsələ deyil. Tutaq ki filmdə 20 aktyor iştirak eləyirsə, əgər biz 20 aktyoru dəvət eləyiriksə, ora yəni 20 dənə qonorar olmalıdır. Amma təbii ki o studiyanın ona imkanı yoxdur ki, 20 nəfərə, 25 nəfərə o qonorar. Ola bilər, ona görə də 5 nəfərlə, 6 nəfərlə onu kifayətlənirlər. Ona görə də siz dediyiniz bəlkə də o nöqsanlar ona görə əmələ gələ bilər ki, 5-6 nəfər tutaq ki 20 nəfəri səsləndirir. Belə ola bilər. Amma elə nümunələr də var ki, doğrudan da elə filmlərimiz var ki, orada əgər 20 aktyorsa 20 aktyor iştirak edirsə 20 səslə dəvət olunur. Elə nümunələr də var. Amma onlar az olur. Yəni büdcəyə görə də. Bəli, bu yaxınlarda biz sizinlə əlaqə yaradanda, bu yaxınlarda deyəndə müsəlman bugünü yanvar ayında doğum gününüzdə tamaşadaydınız, yəni çəkilişdəydiniz. Çəkiliş meydançasındaydınız. Yəni ad gününüzdə belə çalışırsınız. Yəni sizin üçün sənət hər şeydən önəmlidir, iş hər şeydən önəmlidir. Bəli, yox, iş, yəni bu bizim işimizdir, elə olur ki bizim özümüzdən asılı olmur. Yəni çəkilişlər gecə də ola bilər. Bəli. Gecə bitirirsən, səhərə yaxın bitirirsən, amma səhər açılanda o biri işə getməlisən. Ya teatrda məşqə getməlisən, ya da ki digər çəkilişdə iştirak eləməlisən. Əslində bunun da öz bir ləzzəti, zövqü var. Səhnə adamı üçün səhnədə və yaxud da çəkilişdə ad gününü keçirmək özü bir xoşbəxtlik, özü bir sevinçdir. Və hansı çəkiliş idi? Çünki bilirik ki bir neçə filmlərdə də çəkilmisiniz, teatrda da hazırda bir neçə obrazlarda yaradırsınız. Həmin o çəkiliş meydançasında olduğunuz hazırdırmı artıq iş, yoxsa o hələ davam edir? Yox, deməli o çəkiliş serial çəkilişi idi. Serialdır. Serial çəkilişi. İmtina serialında hazırda çəkilirsiniz. Rövşən İsaqın salamlayırıq. Bizim qonağımız olmuşdu bu yaxınlarda. Olduğu bir serialdır. Hər 5-ci gün gedir, onun yarısında. Həftədə bir dəfə gedir. Yəni onun seriallarının çəkilişi indi də davam edir. İndi də davam edir. Digər çəkilişlər də olur ki, məsəl üçün hansısa bir filmin çəkilişi ola bilir. Və yaxud da ki teatrda səhər məşqdə olmalısan. Bəli. Məşqlərdə iştirak eləməlisən. Yəni aktyorun həyatı budur. Yəni çəkilişlər, məşqlər, səsləndirmələr. Bəli, həmin o dublyaj. Və iri həcmli filmlərdən də, əlbəttə ki, bədii filmlərdən, seriallardan əlavə filmlərdən də illər əvvəl məsələn sizin rol aldığınız bir filmi çox sevə-sevə izləmişdim, İstanbul Reysi. Və çox da gözəl xatirəmdə qalıb. İlhami Bədəlova ilə Eldar Quliyevin filmi idi. Fərqli idi. Hardasa digər filmlərdən bir tamaşaçı olaraq söyləyirəm ki, o zaman üçün mənə fərqli gəldi. Siz necə xatırlayırsınız
həmin filmi, Eldar Quliyevlə olan o işbirliyinizi? Eldar müəllimlə bu mənim ikinci böyük işim idi. Birinci böyük işim deməli Nə gözəldir bu dünya filmi idi. Ondan sonra da İstanbul Reysi filminə dəvət aldım. İstanbul Reysi də deməli artıq bəlkə də 10 ildən çox bir müddət keçər. Çox, məncə də, bəli, bəli. Lap çox keçər. Vaxt uçur. Bəlkə də daha çox. O filmdə çox maraqlı mövzuya toxunulmuşdu. Yəni 90-cı illərdə iş tapa bilməyən, bizim savadlı, mütəxəssis olan kadrlar məcbur olub digər işlə məşğul olsunlar. Yəni biri taksi sürür, biri fəhləlik eləyir, biri digər hansı bir işlə məşğul olur. Yəni o insanların faciəsini göstərirdi ki, yəni o bildiyi işlə məşğul olmur. Məsələn, mənim qəhrəmanım tutaq ki, fizik idisə, Murad, bəli. O məcbur olub taksi sürücüsüydü, bəli. Taksi sürücüsü və digər personajlar da elə. Hardasa pandemiya dövründə də elə bir hal yaşanmışdı. Bəli, yoldaşı ondan ayrılır ki, yəni ailəni dolandıra bilmir, belə yəni problemlər olur, mütəxəssis ayrılır və o öz sevgisini bir qadında tapırdı və o da uğursuz olur. Yəni bu səpkidə, bu istiqamətdə bir əslində kədər, faciə, yəni bir filmdə olanda o sanki daha çox insan yaddaşında qalır. Yəni xoşbəxt bir sonluq o qədər insanı düşündürmür. Günlərlə, saatlarla, nə bilim, aylarla bəlkə də onu düşünmək ki, ay niyə belə oldu, bu belə də ola bilərdi. Bəlkə də o happy end olsaydı o qədər də nə bilim ajataj yaratmazdı. Yəqin ki, razısınızmı bu gün? Bəli, bu hardasa düzdür. Yəni ki, yəni elə filmlər var ki, sadəcə filmdən asılıdır. Yəni filmin əvvəldən necə başlayır, sonu ola bilər ki, xoşbəxtliklə bitsin. Tamaşaçı da istəyir ki, o xoşbəxt... O istəyir, əlbəttə. Elə film var ki, sən istəyirsən ki, o xoşbəxt sonluqla bitsin. Nə olardı ki, fikirləşirsin, bu xoşbəxt sonluqla bitəydi. Faciəvi sonluqla bitəndə də tamaşaçı istəyir ki, o niyə belə oldu? Kaş belə olaydı deyənə Bəli. Rasim Ocaqovun da filmlərində hər zaman bax buna rast gəlmək olur. Filmlərin sonunda nə bilim ölsən bağışlı olsun, nə bilim zal təxminən özü olsun. Yəni demək ki, və o filmlər də kifayət qədər də bugün bizim kino industriyamızda çox böyük bir yer tutur. Məsələn, mən özüm də uşaqlıqda baxanda həmişə bu pis sonluqla bitən filmlərə həmişə həsrətlə deyirdim ki, kaş bu qəhrəman ölməyəydi, belə olmayaydı. Elə filmlər var ki, mən onlara baxa bilmirdim. Məsələn, Qaraqulaq Ağbin Bəli, Tixanovun. Ona həmişə baxanda, həmişə gözüm dolurdu və mən ağlayırdım. Eynən, bəli. Sonra bizim Babək filminə, məsələn, Babəkin bizim qəhrəmanımızın sonda elə ölümü həmişə pis təsir edirdi. Çox təsirli, çox olduqca. Və orada ata-oğul görüşü vardı, Babəklə oğlunun görüşü. Mən heç vaxt ona baxa bilmirdim və mən həmişə gözlərim dolurdu. Hətta, bəli. İndinin özündə də baxmayaraq ki, mən bu işin içində siz bilirsiniz nə var, nə yox. Yenə də təsir edir. Bu da əlbəttə ki, rejissorun gücüdür, aktyorun gücüdür, ssenarinin, əsərin əlbəttə ki, və bəzən də bax bu cür tarixi mövzularda çəkilən filmlərimiz də əlbəttə ki, illər, əsrlər keçsə də hər zaman sənətdə öz yeri olacaq. Teatrdan da bir qədər danışaq, çünki bayaqdan filmlərdən, seriallardan danışdıq və əlbəttə ki, teatr bugün özünüz söyləmişsiniz ki, müsahibələrinizdə Azərbaycan teatrları tamaşaçısız deyil. Günü bugündə. Kinoda hardasa müəyyən problemlər yaşansa da, amma teatr stabil olaraq öz işini davam etdirir, tamaşalar qoyulur, az, çox, baş rollar, nə bilim, epizodik rollar, amma teatr bugün öz işini uğurla davam etdirir. Bəli, teatrımızda müxtəlif səpkili tamaşalar var. Hal-hazırda yeni tamaşalar da hazırlanır.
tamaşaçı sarıdan qıtlıq yoxdur. Yoxdur. Aha. Hətta elə tamaşalarımız var ki, ona məsələn biz özümüz də bir aktyor kimi dəvətnamə istəyəndə biz onu tapa bilmirik. Ay. Çox vaxt tapa bilmirik. Bu amma sevindirməlidir əlbəttə Bəli, bu sizi. əlbəttə sevindirici haldır. Bəli. Tamaşalarımız var ki, doğrudan da yəni zal dolur, tamaşaçılar gəlir baxmaq istəyir. Elə tamaşalar var ki, ona dəfələrlə baxıb tamaşaçı yenə də gəlib baxmaq istəyir. Bəli. Və bildiyimə görə bu yaxınlarda, yəqin ki, artıq bayramlarda, Novruz bayramından sonra yeni bir tamaşa olacaq. Elə bu yaxınlarda Rafiq Əzimov da qonağımız idi və Elçi müəllimin əsəri Baş əsər. Və siz də elə deyəsən həmin tamaşada rol alacaqsınız. Onun da məşqləri hazırda gedir, məşqlərdə oluruq. Düzdür, hələ yenicə başlamışıq. Bəli. Elə araşdırma prosesi gedir, yəni rolları müzakirə edirik, çözürük, yəni o proses gedir. İnşallah ki, yəqin ki, aprel mi deyək, may, onu mən deyə bilmirəm ki, nə vaxt biz onu təhvil verəcəyik. Yəni, bir neçə aydan sonra onu tamamən hazırlayıb tamaşaçılara təhvil İnşallah. Maraqlıdır gəlib izləməyi. Əlbəttə ki, məmnuniyyətlə səvəsi və həm də yeni bir tamaşa, yeni bir premyerası olacaq. Və ümumiyyətlə həm də bu yaxınlarda bir müsahibənizi baxdım ki, söyləmişsiniz ən parlaq dövr sizin üçün gənc yaşlarınızda olub. Yəni belə bir, bilmirəm, indi həmin müsahibədə söyləmişsiniz nə dərəcədə indi də eyni fikirdəsiz. Yəni ən parlaq obrazlar mı deyim, ən parlaq dövr? Hardasa yenə də o fikirdə qalıram. Amma mənə elə gəlir ki, daha dərindən baxanda hər yaş dövrünün öz parlaq anları olur. Əlbəttə, bəli, parlaq əlbəttə. anları olur. Amma gənclik dövrü elədir ki, sən biraz cəsarətli olursan, fikirlərində biraz yəni ki, həyata baxışında biraz irəli getməkdə daha çox əzm göstərirsən, cəsarətli olursan, bəli. Yaş dolduqca, yaşa dolduqca biraz o cəsarət, belə deyək, azalır. Nəyə görə azalır? Bəlkə də o ehtiyatlılıq keçir ön plana, yəni ehtiyatlı olursan, daha çox artıq həyatın bütün bu gərdişlərini görürsən, daha çox ehtiyatla addım atırsan ki, mən bütün addımları atmışam, bu belə olub və indi belə eləmək lazımdır. Bu belə lazımdır bu. Ona görə. Və hardasa da ağılla. Bəli, müəyyən, halbuki müəyyən rol baxımından parlaq olmaq, yəni ki, o yenə də elə bir rol yenə də düşə bilər ki, lap belə qoca vaxtında da ki, o çox uğurlu bir rol ola bilər. Əlbəttə, bəli. Sənin sənət taleyində parlaq bir hadisə kimi qala bilər. Bugünə qədər məsələn ən çox sizin özünüzün düşündüyünüz kimi sizə uğur gətirən, sizə o parlaq dövrü yaşadan obraz deyək. Məsələn tamaşalarda bir çox olub, yəni bir çox tamaşalar olub, nə bilim Hamletin özü olsun, Napolyon, nə bilim Şahqaca, bir çox tamaşalarda oynamısınız. Özünüz necə düşünürsünüz tamaşaçı münasibəti baxımından? Hansı daha çox olub və hansını siz özünüz daha özünüzə yaxın bilirsiniz? Belə bir şablon da səslədir. Bütün belə rollar daha yaxındır. Çünki hamısında sən özün varsan orada. Sən özün varsan və heç istəməzsən ki, bu rol o birisi roldan pis olsun. Hətta bax, görərsən ki, əhəmiyyətsiz, məsələn, tamaşada o qədər də bunun əhəmiyyəti yoxdur. Bu rolun da, yəni ki, çox əhəmiyyəti yoxdur. Hətta onun elə olsa belə, o rolü elə oynamaq istəmişəm ki, çalışmışam ki, hər halda boş getməsin. Bəli. Ona görə də hər bir rolü mən can başdan işləyirəm, amma sadəcə olaraq elə ola bilər ki, sən elə fikirləşsən ki, bu rol mənim üçün daha yaxşıdır, amma tamaşaçılar baxır ki, tamaşaçıların fikri başqadır. Elə ola bilir. Amma müəyyən rollar var ki, daha çox, məsələn, gənc tamaşaçılar teatrında oynayanda daha çox komedik rollar daha çox olurdu. Belə maraqlı, onlar daha çox
Hətta uşaq tamaşaları olurdu. Mən oynamışam. Orada da oynamısınız. Çox maraqlı idi mənim üçün o uşaq tamaşaları. Heç vaxt imtina eləməmişəm o uşaq tamaşalarından o vaxt. Ki, o uşaq tamaşaları oynayanda da aktyorun fantaziyasına kömək eləyir. Aktyorun plastikasına kömək eləyir. Bütün bunlar aktyora vacib sənət istiqamətidir və mən də onları canbaşla oynamışam. Çünki siz gənc tamaşaçılar teatrından başlamışdınız, yəni o dövrlər, bəli. Ümumiyyətlə, bu yaxınlarda həm də bir konsert də gördük. Bu yaxınlarda yenə dedikdə, yəni bu qiraətlə bağlı gözəl şeir deməyiniz var. Yəni qiraətçilik də bacarırsınız. Deyir, o bir söz var, insan orkestr. Bu da aktyorluğun bir hissəsidir. Bir növ. Amma sırf mən qiraətlə məşğul olmuram. Yəni ki, oturum qiraət. Bəli, çox nadir hallarda. Sevirəm şeir oxumağı, şeir deməyi, amma sırf bu işlə məşğul olmuram. Amma həmin konsertdə təklif olanda, belə bir tədbirlər olanda, əlbəttə öz gücümüzü göstəririk də, yəni ki, öz həm də bu yaxınlarda bir video da var idi, həmkarınızla, aktrisa ilə, adı düzdür yadımda qalmadı. Ramiz Rövşənin Yağış yuyub gün qurudu gitarada belə ifa edib şeir söyləmişsiniz. Rada Nəsibov, bəli, şeir söyləmişsiniz. Yəni arada sevdiyiniz şair varmı ümumiyyətlə? Ramiz Rövşənin şeirlərinə çox müraciət eləmişəm, həmin o mahnıları yazanda. Çünki çoxu mahnılar, bir neçə mahnılarım var, o əsas da Ramiz Rövşənin şeirlərinə əsasən yazmışam. Böyük şairimiz. Ürəyinizdən keçərmi bir şeir söyləmək bugün bizim dinləyicilərimiz üçün? Bəlkə telefonunuzda var. Yoxsa yadınıza düşərmi? Eksprompt oldu biraz. Ola bilər. Yəni ki, Zülfüqar Rüfətoğlu, Allah rəhmət eləsin, onun belə bir şeiri vardı. Şəhidlər haqqındaydı. Görüm, əgər yadımda qalıbsa, onun yaddaşımı təzəliyim və onu da... O zaman eşidək sizi, məmnuniyyətlə. Heç vaxt unutmaram o avtobusu. Adlar sadalandı, başladı minik. İki dayanacaq vardı yolda. Biri qazili idi, biri şəhiddik. Nəğmə deyə, rəqs edə, sanki gedirdilər toya düyünə. Az sonra avtomat asacaqdılar, hələ yük görməyən zərif çiynə. Heç görməmişdilər. Adını eşitmişdilər Şuşanın ya Zəngilanın. Heç görməmişdilər. Adını eşitmişdilər Şuşanın ya Zəngilanın. Heç 19 yaşı tamam değildi. Mənim yerimə ölən oğlanın. Səhər tezdən getdilər. Günəş doğmadan. Körpə balaları oyatmadılar. Hamı qayıtmaq üçün çıxmışdı evdən. Getdilər. Bir daha qayıtmadılar. Təşəkkür edirik. Minnətdarıq, ruhu şad olsun. Əlbəttə bizim şəhidlərimizin, milli qəhrəmanlarımızın və qazilərimizə də Allah can sağlığı versin. Çünki elə bir dövrdür ki, hər bir sənət adamı bu mövzuya müraciət etdi. Bilirsiniz, elə şeirlər var ki, mən onları əzbərləmirəm. Onlar sanki elə özü gəlir, hopur, bir mirvari kimi düzülür, sözlər yan-yana. Bu şeir də elə onlardan biridir. Sanki bir
reçitativdir, Bəli, yəni bəli. ki bir içdən gələn sözlər idi. Əlbəttə ki biz milli ordumuza təşəkkür edirik ki, bax bu qələməni bizə yaşatdılar və əlbəttə canından keçən şəhidlərimizin ruhu şad olsun. Bu cür vətənpərvər mövzular da bir aktyorun həyatında əlbəttə ki çox önəmlidir. Tarixi mövzular, tarixi şəxsiyyətləri canlandırmaq və bu düşünürəm ki, hər bir Azərbaycanlının da önəmli bir mövzusu idi ki, son dövrlərdə ümumiyyətlə yəqin ki, rejissorlar da yeni bu artıq mövzuda, yəni illərdir ki, biz müharibədən yazmışıq, nə bilim filmlər çəkilib, Fəryadın özü olsun, digər filmlər olsun və artıq yeni qələbədən yazmaq lazımdır, qələbədən yeni filmlər çəkmək lazımdır əlbəttə ki və zamanında İlxan Cəfərovun da o Dolu filmi var idi və hər kəs gözləyir ki, İlxan Cəfərov artıq qələbədən də yazacaq, qələbədən də bir film çəkəcək. İnşallah. Bəli. Amma bildiyimə görə İlxan Cəfərovla sizin bir yeni bir birgə iş birliyiniz olub. Bir neçə gün bundan əvvəl Cənnət Yuxusu adlı sənədli bədii filmin təqdimatı oldu. Rejissor, qurulucu rejissor, çox istedadlı rejissor. Bəli. Azərbaycan kinosu üçün çox lazımlı bir rejissor. İlxan Cəfərovun təqdimatında. Mən də orada baş rollardan biri oynadım. Yəni ki, film bizim çox məşhur rəssamımız, amma çox az tanınan, demək olar ki, dinləyicilərimiz, tamaşaçılarımız onun adını eşitməyiblər. Və yaxud da ki, eşidənlər də çox az insanlar olub ki, eşidib. Və bu filmin ərsəyə gəlməsi mənə elə gəlir ki, həmin o rəssam haqqında daha çox biliklərə rəvac verəcək və filmə baxandan sonra tamaşaçılar o rəssam haqqında daha çox öyrənəcəklər, məlumat toplayacaqlar. Hansı rəssamdır? Mirzə Qədim İrəvani. O İrəvanda doğulub və orada da boya başa çatıb, orada da yayıb, yaradıb, çox gözəl işlər, miniatür rəssam olub. Bizim gördüyümüz o miniatür işlər ki var, biz baxırıq onlara, biz bilirik ki, bu əsər gözəl əsərlərdir, amma onun müəllifi haqqında biz fikirləşməmişik. Əslində, bəli, bax, bayaq söylədik, tarixi şəxsiyyətlər, elə rəssamlar da bizim, yəni elə bir insanlardır ki, onların biz rəsmlərini görürük, amma o müəlliflərin özü barədə filmlərin çəkilməsi yenə də İlxan Cəfərov seçilir. Seçildi, burada da maraqlı bir mövzu seçib. Cənnət Yuxusu. Cənnət Yuxusu gözəl bir film alınmışdı. Təbii ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə və bu işbirliyi çox gözəl bir məhsulun ortaya çıxmasına səbəb oldu. Çox sevindiricidir əlbəttə ki, efir vasitələ əlbəttə İlxan Cəfərovu da təbrik edirik, sizi də əlbəttə ki bu cür birgə işləriniz, uğurlarınız çox olsun və filmlərdən danışarkən əlbəttə ki son dövrlərdə hər kəsin müzakirə etdiyi daha bir tarixi mövzuda tarixi şəxsiyyətlərimizdən biri Tağıyev filmi də oldu. Yəni siz də orada obraz yaratmısınız və mən də kinoteatrda da biz gedib baxmışıq və yəqin ki siz də razılaşarsınız ki filmin haqqını verildi. Yəni haqqı verildi və tamaşaçıya da çox böyük ajotaj yaratdı, çox böyük bir maraq var. Bəli, doğrudan da belə filmlərimizin olması bizi sevindirir. Yəni bir aktyor kimi mən də sevinirəm ki, belə böyük masштабda. Bəli. Demək olar bütün aktyorlar hardasa orada bir epizodik olsa da çəkiliblər. Çəkilişi filmi görmüsünüz. Yəni tamaşaçıların bir hissəsi, yəni baxmışıq birinci hissəyə. Amma bu çəkiliş prosesi də çox maraqlı idi. Yəni çəkiliş prosesi də aktyorlar, yəni ki, bizim digər çəkildiyimiz o müəyyən Azərbaycanda çəkildiyimiz o çəkiliş şəraitindən fərqli idi. Bəli. Sıfırdan hər şey qurulmuşdu. Çox gözəl. Sanki biz Azərbaycan aktyorları xaricdə çəkilir. Yəni o cür belə bir model var idi. Bütün o şərait aktyorlara yaradılırdı və hətta istidə biz
Avqust ayında tutaq Qobustanda çəkildi o Vay film. vay. Təsəvvür ki, Qobustanda o istidə, amma bütün bunlara baxmayaraq, Bəli. yəni ki, bütün yaradıcı heyətə o elə şərait yaradılmışdı ki, biz orada əziyyət çəkmirdik. Əziyyət çəkmirdik orada, yəni buna görə də, yəni film belə yaranır. Yəni bütün əvvəldən axıra qədər bu detallar fikirləşilməlidir, düşünülməlidir. Bütün bunlar düşünülməlidir. Ona görə də məhsul da keyfiyyətli alındı. Bəli, Məhsul da əlbəttə. keyfiyyətli alındı. Və o əziyyətə dəyərdi. Əlbəttə. Bəli, və hətta yadımdadır kinoteatrda o neftin püskürdüyü anı hər kəs alqışladı, tamaşaçılar. Yəni mən də orada elə evladlarımla baxırdıq və sonda da film bitəndən sonra da bütün heyəti, elə bil ki, bütün tamaşaçılar heyəti alqışladılar. Yəni buna dəyər tamaşaçı sənətkar üçün də əlbəttə ki, tamaşaçı rəğbəti, sevgisi daha hər şeydən önəmlidir. Və əlbəttə ki, növbəti hissəni, ikinci hissəni gözləyirik. Səbirsizliklə ümidirik ki, yaxında olacaq. İnşallah, bəli. Və mən sizə təşəkkür edirəm. Çox sağ olun Elşən müəllim. Çox xoş oldu sizinlə həm söhbət olmaq. Çox təəssüf ki, artıq yekunlaşdırmalıyıq söhbətimizi. Sənət yolunuza bir qədər nəzər yetirdik. Amma son olaraq istərdik, bax bu sənətə gəlmək istəyənlər, uzun illərdir bu sənətdəsiz. Bir çox nailiyyətlərinizi, bir çox sahələrdə film, teatr, dublyaj, seriallar, yəni danışdıq və sizin üçün əsas meyarlar nələrdir və hansı amillər əsas tutulmalıdır aktyorluq sənətinə gəlmək istəyənlərə efir vasitəsilə öz arzularınızı bildirərdiniz? Gənclərimiz, çox istedadlı gənclərimiz var. Və bilirik siz onlara dəstək olursunuz. Çəkilirsiniz gənclərlə. Olur, bəli, imkan daxilində. İstedadlı, mən gələcəyə ümumiyyətlə nikbin baxıram. İnanıram onların gələcəyinə və onların həm teatrımızın yükü, həm kinomuzun yükü onların çiyinlərində ola bilər. Necə ki, bayaq mən şeirimdə dedim ki, hələ 19 yaşı yox idi mənim əvəzimə ölən oğlanın. Bax, o həmin oğlanlardır. Həmin oğlanlardır indi bizim sahəmizdə də çalışan həmin insanlardır. Və mən inanıram ki, gələcəkdə bizim gəncliyimiz bizim işimizi daha da irəli aparacaq. Etibarlı əllərdədir. Bəli, bizim incə sənətimiz, sənətin bütün sahələri. Minnətdaram, çox sağ olun Elşən müəllim. Çox sağ olun, mən də sizə minnətdaram, təşəkkür edirəm. Təşəkkür edirik. Verilişimizin video versiyası isə Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalında yerləşdiriləcək. Oradan da bizi izləyib söhbətlərimizi dinləyə bilərsiniz. Bakı Retro FM-də sabah eşidilmək ümidi ilə salamat qalın.